Salam. Gəlin bir düşünək. İdarəetmə həmişə sıxıcı qaydalar toplusu olmalıdırmı? Yoxsa onu yaradıcı bir macəraya çevirmək olar? Bax, bugün məhz bundan danışacağıq. Ən parlaq ideyaları necə reallığa çevirə bilərik? Gəlin, başlayaq. Bu şəkil yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Bəzən elə bil beynimizdəki köhnə, dolmuş fikirlərin əsiri oluruq. Bəli, bu buzu qırmaq çətindir. Amma yeni üfüqlərə doğru getmək üçün bu mütləqdir. Baxın, bu sözlər əslində hər şey deyir. Bu sadəcə bir seçim deyil. Bu bir növ varoluş mübarizəsidir. Yəni, innovasiya artıq lüks sayılmır. Müasir biznes dünyasının, belə desək, oksigenidir. Bəs bugün sizin nələr gözləyir? Əvvəlcə innovasiyanın niyə bu qədər həyatı olduğunu anlayacağıq, sonra idarəetmənin iki fərqli, bir-birinə zidd üzü ilə tanış olacağıq. Sizə çox güclü bir alət göstərəcəm, fikir xəritəsi. Daha sonra ideyalarımızı necə satacağımızı öyrənəcək, sonda isə hərəkətə keçmək üçün bir plan çizacağıq. Deməli, ilk dayanacağımız innovasiya. Gəlin görək, müasir dünyada bu niyə bir yaşa ya da öl məsələsinə çevrilib? Məncə bu karikatura min sözə bədəldir. Bir tərəfdə köhnə usullara yapışıb qalan, az qala batan bir gəmi, digər tərəfdə isə dəyişikliyin dalğaları ilə sürətlə irəliləyən çevik bir sal. Seçim həqiqətən də çox aydındır. Ya uyğunlaşırsan, ya da tarixin tozlu səhifələrində qalırsan. Yaxşı, bəs innovasiya dedikdə nəyi nəzərdə tuturuq? Bilirsiniz, bu təkcə yeni bir telefon icad etmək deyil. Bu, həm də işləri daha ağıllı, daha səmərəli, daha yaxşı görmək deməkdir. Əslində, innovasiya mövcud vəziyyəti, yəni status quo-nu sorğulamaq cəsarətidir. İndi isə gəldik məsələnin ürəyinə, idarə etməyə. İnnovasiyanın toxumları, bilirsiniz, ancaq münbit bir torpaqda cücərə bilər. Gəlin, bu torpağın iki tamamilə fərqli növünü müqayisə edək. Baxın, fərq həqiqətən də ağla qara kimidir. Bir tərəfdə qərarlar yuxarıdan aşağıya verilir, səhvlər cəzalandırılır və hər şey ciddi nəzarət altındadır. Digər tərəfdə isə qərarlar birgə verilir, səhvlərə bir öyrənmə fürsəti kimi baxılır və insanlara güvən göstərilir. Biri yaradıcılığı məhv edir, digəri isə ona qanad verir. İndi bir anlıq dayanın və dürüst cavab verin. Sizin iş yeriniz, sizin komandanız bu cədvəlin hansı tərəfindədir? Və daha da vacib sual, hansı tərəfdə olmaq istəyirsiniz? Bax, əsl dəyişiklik məhz bu sualla başlayır. Yaxşı, razılaşdıq ki, yaradıcı olmalıyıq. Bəs beynimizdəki o yüzlərlə parlaq, amma pərakəndə fikri necə bir araya gətirək? Heç narahat olmayın, indi sizi yaradıcılığın, belə deyək, İsveçrə bıçağı ilə tanış edəcəm. Fikir xəritəsi. Bu söz əslində hər şeyi izah edir. Yaradıcılıq heç də xaos və dağınıqlıq demək deyil. Əksinə, ən dahiyanə fikirlərin arxasında belə yaxşı qurulmuş bir plan dayanır. Yəni planlaşdırma yaradıcılığın zənciri deyil, onun qanadlarıdır. Fikir xəritəsini beyninizin GPS-i kimi düşünün. Mərkəzdə əsas bir ideya var və ondan çıxan budaqlar, yollar sizi o ideyaya aparan bütün alt fikirləri, əlaqələri və addımları göstərir. Qısacası, bu sizin dağınıq düşüncələrinizin vizual bir nizamıdır. Baxın, gördüyünüz kimi bir mərkəzi mövzudan onlarla alt fikir yarana bilər. Bu, beynimizin təbii işləmə prinsipinə, yəni asosiyativ düşünmə tərzinə mükəmməl uyğun gəlir. Elə bu qədər güclü olmasının səbəbi də budur. Bəs niyə məhz fikir xəritələri? Çünki onlar beyin fırtınası üçün əladır. Ən mürəkkəb məlumatları belə sadələşdirir və yaddaşı gücləndirir. Və ən heyrətamiz tərəfi nədir bilirsiniz? Bu, heç də yeni bir şey deyil. Leonardo da Vinci, Charles Darwin kimi dahilər də öz fikirlərini məhz bu yolla təşkil edirdilər. Tutaq ki, artıq parlaq bir ideyanız var. Hətta onu mükəmməl bir fikir xəritəsi ilə planlaşdırmısınız. Super. Amma indi ən çətin mərhələ başlayır. Bu ideyanı başqalarına qəbul etdirmək, yəni onu satmaq. Bu, bəlkə də acı bir həqiqətdir. Dünyanın ən möhtəşəm fikri belə, əgər onu həyata keçirmək üçün dəstək qazana bilmirsinizsə, sadəcə bir xəyal olaraq qalacaq. Yəni, ideyanı tapmaq işin yarısıdırsa, onu qəbul etdirmək digər yarısıdır. Fikrinizi satmaq üçün sizə çox praktik bir alət təqdim edirəm. Chips təhlili. Gəlin bir-bir baxaq. Costs, yəni xərclər. Bu ideya bizə nəyə başa gələcək və nə qədər qənaət etdirəcək? Horizons, yəni üfüqlər. Uzun müddətli perspektivdə bizə nə qazandıracaq? Integrity, yəni dürüstlük. Bu ideya bizim şirkətimizin dəyərləri ilə necə uzlaşır? People, yəni insanlar,
komandamıza, müştərilərimizə necə təsir edəcək və nəhayət, speed, yəni sürət, bunu nə qədər tez və effektiv şəkildə həyata keçirə bilərik. Bax, bu 5 suala cavabınız varsa, deməli ideyanız satılıb. Bu sitat əslində hər şeyi yekunlaşdırır. Bir ideyanın dəyəri onun kağız üzərində nə qədər gözəl görünməsi ilə deyil, real həyatda nə qədər təsir yaratması ilə ölçülür. Həyata keçməyən bir fikir sadəcə vərəqdəki mürəkkəb ləkəsidir. Beləliklə, artıq bütün alətlər əlinizdədir. İndi isə nəzəriyyədən praktikaya keçməyin, bu bilikləri real addımlara çevirməyin vaxtıdır. İnnovasiya üçün münbit bir mühit yaratmağın 5 qızıl qaydası var. Birincisi, hər kəsin içindəki yaradıcıya inanın. İkincisi, səhvləri cəza deyil, bir dərs kimi görün. Üçüncüsü, riskli və cəsarətli fikirləri dəstəkləyin. Dördüncüsü, azadlıqla nizam-intizam arasında bir tarazlıq qurun. Və ən əsası, ortaya atılan ideyaların arxasında durun və onların böyüməsinə kömək edin. Və sonda sizi bu sualla baş-başa buraxıram. Bütün bu danışdıqlarımızdan sonra sabah atacağınız o ilk, bəlkə də kiçik, amma çox vacib addımınız nə olacaq? Unutmayın, hər böyük dəyişiklik tək bir addımla başlayır. O addım atmağa hazırsınızmı?